Kur'an-ı Kərimin Ənbiya surəsinin 107-ci ayəsində buyurur Peyğəmbərin vəsfi haqqında: وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ. Allah buyurur, biz səni aləmlərə rəhmət olaraq göndərdik. Bu ayədə Allah Peyğəmbəri rəhmət sifəti ilə vəsfləndirir. Yəni Peyğəmbər bütün aləmlər üçün nədir? Rəhmətdir. Yəni Peyğəmbərin rəhmət olması tək Peyğəmbərin elə vücuduna şamil deyil. Peyğəmbərin danışığı da bizim üçün rəhmətdir. Peyğəmbərin yerişi də bizim üçün rəhmətdir. Peyğəmbərin davranışı da, Peyğəmbər ümumən, yəni tək vücudu yox, Peyğəmbərin hər bir sözü, hər bir davranışı, hər bir addımı, belə deyək, bizim üçün nədir? Rəhmətdir. İndi Peyğəmbərin rəhmət olması, görəsən 23 il Peyğəmbərlik etdiyi dövrə şamildir, yoxsa qiyamətə qədər şamildir? Əgər biz deyirik ki, Qur'an-ı Kərimin hökmləri, Qur'an-ı Kərimin qüvvəsi, yəni qüvvədə olması qiyamətə qədərdirsə, bu ayə də qiyamətə qədər öz qüvvəsini saxlayır. Yəni Peyğəmbərin aləmlər üçün rəhmət olması nəinki Peyğəmbərin dövrü yox, ta qiyamətə qədər olan bütün insanlar üçün nədir? Bir rəhmətdir. Yəni Peyğəmbərin davranışı bizim üçün rəhmətdir, biz ona əməl etməliyik. Yəni bizim üçün bir yoldur, qanundur. Peyğəmbərin danışığı bizim üçün rəhmətdir. Peyğəmbərin süfrə mədəniyyəti bizim üçün bir rəhmətdir. Peyğəmbərin hər bir kəlməsi, hər bir kəlamı bizim üçün